Kesinlikle kalkıntıyla mübarese oldu. Bugün Azərbaycanda ilk dəfə olaraq Beynəlxalq Parazitologiya konfransı keçirilir və bu konfransın əsas təşkilatçısı Nərgiz Klinikası və Fitoterapevtlər İctimai Birliyidir və təbii ki, burada Təbii Səhiyyə Nazirliyinin də böyük rolu var və tibbi sığortanın. Və mənim bu təşkil elədiyim konfransda həmişə arzum idi ki, Azərbaycanda da, xarici ölkələrdə çox konfranslarda olurduq. Azərbaycanda da bu konfrans baş tutsun və həm Azərbaycanın fitoterapiyası, həm parazitar xəstəlikləri illər öncə də olsa dəfələrlə gündəmə gəlib, amma bugün bu konfrans baş tutdu və mənim patentlərim əsasında hazırlanmış xüsusi parazitar xəstəliklər üçün kapsula və çay, həm də sirop şəklində olan, həmçinin də bizim kapsulamız var və bir çox Azərbaycanın dərman bitkilərindən hazırlanmış patentlərim əsasında təbii məhsullarımız var ki, biz bugün çalışırıq ki, ən çox gündəmə gətirdiyimiz insanlar üçün faydalı olan parazitar xəstəliklərin müalicə və profilaktikası olsun.